Rusiyanın Yakutsk şəhərində Asiya uşaqları 8-ci beynəlxalq idman oyunlarına start verilib. Yarışda ölkəmiz 16 idman növündə judo, stolüstü tenis, üzgüçülük, sambo, taekvondo, bədii gimnastika, mas wrestling, Yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, atletika, kamandan ox atma, qayaya dırmanma, boks, alış, kuraş, xapsaka üzrə ümumilikdə 80 idmançı ilə təmsil olunacaq. Artıq samboçularımız ilk görüşlərini keçiriblər. Mübarizəyə 4-1 final mərhələsindən başlayan 53 kq çəki dərəcəsindəki təmsilçimiz İbrahim Talıbov ilk olaraq Qazaxıstanlı rəqibi Ontalab Saqındıqa qalib gəlib. Lakin təmsilçimiz final uğrunda görüşdə yerli idmançı İvan Lapuşkina məğlub olub. O, bürünc medal uğrunda mübarizədə digər yerli idmançı Viktor Valova qalib gələrək bürünc medala sahib olub. Eyni mərhələdən mübarizəyə qatılan 64 kq-da Rauf Xəlilov ilk görüşündə Qazaxıstanı təmsil edən Rasim Bazarbaya uduzub. Təsəlliverici yarışlara qatılan samboçumuz Qırğızstanlı Arsen Şemşibekovu məğlub edərək bürünc medal şansını saxlayıb. Təəssüf ki, təmsilçimiz Özbəkistanlı Davlatşov Kazımova uduzaraq turniri mükafatsız başa vurub. Sabah sambo üzrə daha 2 çəkidə 49 və 79 kq-da idmançılarımız mübarizə aparacaq. Bugün isə Yakutskun Tuymada stadionunda oyunların açılış mərasimi baş tutacaq. Tədbir saat 14:00-dan etibarən CBC Sportla canlı yayımlanacaq. Turnirin bağlanış mərasimi isə iyulun 6-sında olacaq.